Esselamu aleykum dəyərli müştərilərimiz. Daha bir balımızla inşallah birazdan səhər yeməyi yeyəcəm. İstədim sizlərə də təqdim edim. Bizim işıqlı çöl çiçəkləri balımız, hansı ki birbaşa Altaydan, Barnauldan əlmə konteynerdə gəlir. Bu balların qablaşdırılmasını səhifəmizdə də paylaşmışam. Birbaşa Altaydan, Barnauldan, Moskva ilə, çerez Moskva belə deyək, gələn məhsullardır kargo ilə. Baxın, bu cür qablaşdırmışam, özüm etiketləmişəm. Məhsulun adını qeyd eləmişəm, əlaqə nömrəsi və bunlardan birini istəyirəm. Götürüm, göstərim sizə necə rahat yaxılır. Düzdür, məndə pankekdir, sizdə də olsa daha yaxşı olar, faydalı bir qida olar. Şəkərsiz pankeklərdir, yoldaşım Allah razı olsun hazırlayıb. Və baxın, balımızı göstərmək istəyirəm sizlərə. Qablaşdırdıqdan sonra nə cür olub? Baxın, bu cür krem kimi. Balın öz təbii formasıdır. Öz təbii krem forması. Digər balları kimi bu balımız ilk əvvəl duru olur. Qaldıqca bu cür qatılaşır, bu cür krem formasına düşür. Bunu bizdən alıb bununla çay içə bilərsiniz. Səhər yeməklərində çörəyə, lavaşa rahat yaxıb yeyə bilərsiniz. Ələxüsus uşaqların sevdiyi bir qidadır. Sırf bu balı bizdən alıb yenə alan qardaşımız, müştərimiz var. Baxın, necə gözəl balının konsistensiyası, yəni forması var. Baxın, bu cür götürdünüz. Əlavə etdiniz pankeklərə və yaxud da ki çörəklərə. Baxın necə rahat yaxılır. Yəni belə deyək də klassik bildiyimiz ballar kimi axıb tökülmür. Düzdür, biraz çox oldu. Mən indi göstərmək istəyirəm nə cür yaxılır, nə cür forması var. Bu cür baxın, yaxdınız çörəyə. Rahat yaxdınız. Bu cür rahat krem kimi, yağ kimi yaxdınız. İstəsəniz qaymaq da əlavə edərsiniz yanına və yaxud da ki yağ əlavə edərsiniz. Baxın, bu cür yaxılır rahat. Bu cür dürmək kimi etdiniz. Səhərlər çay ilə və yaxud da ki su ilə kimə necə uyğundur, rahatdır. Nuş edirsiniz. Həm ləzzətlidir, həm də ki faydalıdır. Belə ki təmiz baldır. Yəni bunun belə deyək də bir zərəri yoxdur, əksinə sizə xeyri var. Gününüzə gümrah başlayasınız. Gün boyu inşallah enerjili olasınız. Həm də ki ləzzətli, ətirli bir qida olacaq sizin üçün. Baxın, axıb tökülmür, yəni rahat yaxılır, krem formasındadır. Belə. Buyurun, sifariş verin. Bizim bu gözəl Altay Svetloy Raznotravie, yəni işıqlı çöl çiçəkləri balımızdan. Siz də bu gözəl balımızdan istifadə edin, dadına baxın. Bismillah.